Müasir dövrdə ailə tərbiyəsi anlayışı dəyişir. Bir çox valideyn övladı ilə dost olmağa çalışır. Valideynlərin övladla dost kimi davranması məsələsi isə cəmiyyətdə müzakirə doğuran mövzudur. Çünki bir qism bu yanaşmanın ünsiyyəti gücləndirdiyini düşünür, digərləri isə sərhədlərin pozulduğunu deyir. Mütəxəssislər hesab edir ki, dostluğun həddi aşılanda tərbiyə prinsipləri zəifləyə bilər. Çünki bu zaman uşaq sərhədləri görə bilmir, intizam və məsuliyyət hissi zəifləyir. Psixoloq Könül Həsənova deyir ki, dost olmaq uşağa heç bir sərhəd qoymamaq demək deyil. Övladımız özünü rahat, məni dinləyən var, mənim emosiyalarımı anlayan var, bir ailəsi olduğunu duymalıdır təbii ki. Biz onu dinlədiyimiz zaman, onun yanlışlarının bölüşdüyü ilk ünvan olduğumuz zaman təbii ki onu doğru yönə yönləndirməyi bacarırıq. Amma valideynlər dost olmağı bəzən övladına heç bir sərhəd qoymamaq kimi qiymətləndirirlər ki, bu zamanda övladlarımızda bir yanlış davranışlar, evdə rəhbərin kim olduğu, fikrinin formalaşmaması, hətta rəhbər mənəm kimi fikrin formalaşmasına gətirib çıxardır. Könül Həsənova bildirir ki, valideynlər övladlarının da fikirlərinə hörmət edərək qərarları verən tərəf olmalıdırlar. Yeniyetməlik dövründə artıq yeniyetmələr düşünür ki, mən özüm haqqında bütün qərarları mən verməliyəm. Yox, yeniyetməlik dövrünə qədər artıq övladımızı doğru yönləndirə bilsək, disiplin qaydaları yarada bilsək ki, yaratmalıyıq, o zaman övladımız yenə gəlib bizə öz yanlışlarını bölüşəcək, yalan danışmayacaq. Bəzən valideynlər şikayət edirlər ki, övladım yalan danışır mənə. Bu deməkdir ki, biz övladımıza doğru danışmaq üçün şərait yaratmamışıq. İlhamə Kələyeva, Səbuhi Mustafayev, Xəbər Ertəsi.